Hipnoz insanın oyanıqlıq halı ilə yuxululuq arasında olan bir vəziyyətidir. Əslində hər bir insan gündə 2 dəfə hipnoz halında olur. Yəqin də belə olmasa. Hipnoterapiya zamanı ümumiyyətlə insanın şuuru gözləmədə olur. Şuuraltı açılır. Çünki biz hipnoterapiya zamanı məhz şuuraltı ilə işləyirik. Şuuraltıdakı olan travmalarla işləyirik. Ona görə də şuuraltı açıq olur. Şuur isə gözləmədə olur. Yəni əgər ehtiyac olursa şuur dövrəyə qoşula bilər. Müalicəvi hipnoz təbii yuxu vəziyyəti ilə eyni deyil. Çünki yuxu vəziyyətində olanda artıq insan hipnozdan çıxmış olur. Hipnoz zamanı şuurumuz gözləmədə olur və sizi hər zaman qoruyur. Əgər sizə verilən sual sizin üçün uyğun olmazsa, sizin hər hansı bir sirrinizin açıqlanmasına sizə vadar edərsə, o zaman şuur dövrəyə girəcək və siz hipnozdan ayrılacaqsınız. Hipnozla nəinki siqareti buraxmaq, artıq çəkidən azad olmaq, hətta fobiyaları belə müalicələmək tam mümkündür.